Bu videoda CorelDRAW programı hakkında danışmaq istəyirəm. CorelDRAW proqramının açılan səhifəsi ekranda görsənir. Deməli, CorelDRAW proqramı vektor qrafikasıyla işləmək üçün istifadə olunur. CorelDRAW proqramı əsasən dizaynerlərin işini asanlaşdırmaq, rəssamların işini asanlaşdırmaq nəzərdə tutulub. Proqramdan istifadə etməyi bacarmaqla yanaşı, həm də deməli, bundan istifadə edən insanın həm də rəssamlıq qabiliyyəti, dizayn qabiliyyəti olması daha məqsədə uyğun olacaqdır. Sol tərəfdə instrumentlər göstərilib, sağ tərəfdə rənglərdir. Rəng, deməli, bu kvadrat götürək, divizonalı götürək. Burada məsələn bu rənglər istənilən bir rəng, hər hansı 4 rəngi, məsələn 2 rejimdə ola bilər. Sümük rejimində və yaxud RGB rejimində ola bilər. İndi hal-hazırda bu sümük rejimindədir. Baxın 3 rəngin, 4 rəngin birləşməsindədir. Göy, qırmızı, sarı, qara. Baxın, hal-hazırdakı rəngdə görürsünüz ki, qırmızı 0%'dir. Bunun faizini dəyişdirsəm, 80% desəm, avtomatik rəng dəyişilir. Yəni istənilən gördüyümüz hər hansı bir rəng bu 4 rəngin birləşməsindən alınır. Bu haqda gələn dərslərimizdə ətraflı danışacağıq. İndi bugün mətnlərdən danışmaq istəyirəm. Deməli, Office proqramlarından fərqli olaraq şəkilləri gətirmək üçün fayl menüsünə girib import əmrini vermək lazımdır. Yadınızdadırsa əgər Excel-də bu əmri verməkdən ötürü biz insert tabına girib şəkli seçmək lazımdır. Bakın bu şəkli qoyuruq. Həmin bu şəklin fonunda bu yazını yazmaq istəyirəm. Girib Power Clip əmrini seçmək lazımdır. Baxın, mouse'un işarəsi bu formada oldu. Bunu hərfin üzərinə getiririk. Budur artıq həmin yazı fonunda, həmin şəkil fonunda bizim yazımız oldu. Bunu bir daha burada kontrol veririk. Qravana daha səliqəli olsun deyə, daha seçilsin deyə. Orada çox da qalın vermirik. Rəngini də eləyək qırmızı rəngdə. Yazımız həmin fonda, şəkil fonunda oldu artıq. Və yaxud şəkli bu formada verək. Belə bu formada. İstədiyimiz formada çəkə bilirik bunu. Tekstə girib fit text to pitch girdik. Yazımız çəkdiyimiz fiqura uyğun oldu. Və yaxud tamam başqa bir formada edə bilərik. Hətta istədiyimiz formada. Bu formada çəkir, belə bir formada. Burada yenə həmin text fit text to pitch kimi şəklimiz həmin forma uyğun alınacaqdır. Bir daha göstərim. Şəkli fona və şəkli seçirik. O yüzden geri Power Clip seçenden sonra okundu vurdu. Deməli bu şrift formasındadır artıq görürsünüz. Yəni istədiyimiz formada biz yenə bunun rəngini dəyişdirə bilərik. Və yaxud hər hansı bir sözü dəyişdirə bilərik. Silə bilərik. Yəni bu hər hansı bir kompüterə aparılanda burada bir problem yarana bilər. Hər hansı bir kompüterə aparılanda həmin bu şrift burada yoxdursa işimiz açılmaya bilər. O halda bir şrifti şəkilləşdiririk. Bakın. Extract content Converter kuvveti seçtik. Artık bu isteseydi bundan sonra bunu değiştiremeyeceği.